Vaxtınız xeyir, Burabax kanalının izləyiciləri və abunəçiləri. Əgər kanalıma abunə olmamısınızsa, aşağıdakı abunə düyməsini basıb kanalıma abunə olun. Və yeni videolardan xəbərdar olmaq üçün zil düyməsini açmağı unutmayın. Çünki zil düyməsini açmaqla siz yeni videolardan xəbərdar olacaqsınız. Kanalımda maraqlı videolar var, mütləq kanalımdakı videoları izləyin. Təşəkkür edirəm ki, mənim videolarıma baxırsınız. Mütləq də like basın ki, videolarım irəli getsin. Sizin dəstəyiniz mənim üçün önəmlidir. Demək, bu günləri mən bir elektronik mağazadan Panasonic markalı bir Bluetooth qulaqcıq aldım. Bizdə simsiz qulaqcıq deyirlər, yəni Azərbaycanda, Türkçəsində. Deməli, bu model təxminən 2023-2024-cü ilin qulaqcıq modelidir. Amma indi də ən populyar qulaqcıqlardan biridir, yəni ən çox alınan qulaqcıqlardan biridir. Fikirləşdim ki, qiymət segmentinə görə həm ucuzdur, qiyməti gəlib çıxır təxminən 48 manata. Mən bunu biraz ucuz götürdüm qiymətinə görə, endirimdə idi. Amma çox yerlərdə tapılmır, çünki ən çox satılan qulaqcıqlardan biridir. Digər marka qulaqcıqlara müqayisə etsək, məsələn Sony'dir, Anker, Soundcore'dir ya JBL-dir. Onlara nisbətən qiymət segmentinə görə həm ucuzdur, həm də keyfiyyətinə görə də çox keyfiyyətli səs verir. Test elədim orada bir yerdə. Mağazanın adını da çəkməyəcəm, reklam olmasın deyənə. Orada çox xoşuma gəldi səsi. Deməli, standart bunun əvvəlki qiyməti olub 100 manat, sonra bunun qiyməti yavaş-yavaş düşüb aşağı, çünki artıq 2 ilin modeli olduğuna görə. Panasonic markalıdır, Bluetooth-dan çalışır. X-Bass sistemi var, burada gördüyünüz kimi. Rəngi, iki cür rəngi var. Biri var gümüş rəngində, biri var qara rəngində. Deməli, burada üstündə hamısı qeyd olunub. 23 saat, yəni dayanmadan bir səfər sarjı doldurmaqla 23 saat mahnıya qulaq asa bilərsiniz. Mikrofon sistemi var. Ergonomikdir, açılır, bağlanır. Bir də çox yüngüldür. Mən özüm götürüb test elədim orada. Testə uyğun, yəni orada qulaq asdım elektronik mağazada. Hətta ki, yox idi satışda. Dedilər ki, bizdə yoxdur, skladda qutarıb, gedim başqa bir mağazadan alın. Orada da getdim, gördüm, bir dənə qalıb. Yəni, siz almaq istəsəz, indi mən bu qulaqcıq barədə məlumat verəcəm. Əgər siz qərara gəlsəz ki, qulaqcıq almaq istəyirsiniz, mütləq mağazaları gəzin, sizə uyğun qiymətə götürün. Çünki çox yerlərdən satılıb. Burada modeli də yazılıb, RBHX 220B. Deməli, burada qırağda da hamısı var. Press Bass Button. Bassla işləyir, yəni bass düyməsi var, yandırıb söndürə bilərsiniz. Folding design, yəni ergonomik dizaynı var, belə büküb açmaq olar özünə daşımaq üçün. Burada da bütün məlumatlar var qutunun üstündə. Hətta burada da qeyd olunub.